Daha bir həftə sonu, daha bir əyləncə dolu həmin zar. Bir sözlə istirahət etmək üçün hər şey var. Sizə qalan nədir? Açıb ARB televiziyasını həmin zara baxmaq. Axşamınız xeyir olsun. Bugün də maraqlı bir efir təqdim olunacaq, dəyərli dostlar. Və bugün bir qardaşımızın ad gününə özəl hazırlaşmışıq. Hamınızla xoş gəlmişsiniz. Bəlkə də bu dəqiqə baxanlar arasında ad günü olanlar da var. Onlar da ad gününü bizim efirdə təbrik kimi bir şəklini göndərə bilər. WhatsApp nömrəsinə ekranda onun şəklini təqdim edəcəyik və təbrik edəcəyik. Və Bartu demişkən, yorğun arğın gəlmişsiniz işdən evə, hal-hazırda hamı evdədir, çöldə bayırda olan da var. Amma gəlin, axşam efirini bir yerdə sizə təqdim edək. Siz baxın, bizdən, bugünkü efirdən zövq alın. Və bugün Elnurə Mustafayeva, Məlhəm Hospitalından dəyərli həkimimiz gələcək. Onun da şad xəbərləri var, 8 ailəni sevindirəcək. Veriliş öncəsi soruşmuşam. Diqqətlə bizə baxın, biz başlayaq. Nəğmələri ilə, gözəl ifaları ilə könüllərə taxt quran Azərbaycan Respublikasının əməkdar artisti Könül Kərimova gəlir. Könül xanım, xoş gəlib, səfa gətirib. Xoş gününüzə gələk, Zaur. Necəsiz? Çox sağ olun. 13 kilo gedib, heç nə qalıb. Bir dəri, bir sümük qalmışsan. Hiss olunur, hə? Çox. Maşallah. Çox arıqlayıb Könül Kərimova. Hələ gedirəm. Bu cürə də davam elə. 1-15 kilo ver, hə? Hə, inşallah, hə. Kim ağlınıza saldı? Elə özüm. Yəni Həm sağlamlıqdır, həm də səhnə görüşü olaraq ki, bu hər şey cürə qaydasında olmalıdır. Yəni belə səhnə qurban tələb eləyir. Siz qırqızlıq xoşlayansınız Kərimova? Hə. Nə qədər qırqızlıq taxmısınız? Yox, bu belə qəşəng vücutiyyadır. Hə? Qırqızlı evdə qoyub gəlmişsən. Efendim, tax da. Bunlar daha qəşəng tax onlardan, brilyantlarından tax, qol bağı tax. Nə vaxt taxacaqsan rəhmətliyi? İnan ki, efirdə onlardan belə bunlar qəşəng. Qəşəng görsənir, hə? Əsas odur ki, Kərimovanın üzərində o Kərimovanın gözəlliyi gözəllik verir. Çox sağ ol, təşəkkür edirəm, var olsan. Bir biznesə girmək istəyirəm sizinlə. Nə biznes? Nə bilim, belə pul vermək lazımdır. Bir 100 min sən ver, 100 də mən tapım hardansa bir biznes quraq. Tapsam mənə də göndər. Hə? Cabbar müəllimdən alaq. Cabbar müəllim. O da elə o gündədir, bizi gündə. Yox, indi ümumiyyətlə, belə deyim də, inan ki, hər kəsdə belədir. Hər nə varsa Allah bərəkət versin, qapıdan girib pəncərədən çıxır. Bilirsən, ağıl lazımdır. Bəli. Ağıldan da biz, sizi demirəm, məndə o, amma ağıllı xanım Nüşabə Ələskərlidir. Nüşabəyə 100 manat ver, bir ildən sonra 200 manat verəcək sənə. Ədalət Şürov delədi, Vasim Məhrəmli delədi. Maşallah, biznesi bilirlər. Manaf yox, manaf bizim sıradadır. Biznesi yaxşı bilirlər, onlar yaxşı bilirlər. Bəli. Belə, gedim əyləşim. Hə. Gəlirdim hər dəfə pəncərədən baxırdım ki, buranı al. Aldın mı oranı? Aldım. Mübarəkdir. Hə, sağ ol. Orada bir ev tikmək olar? Olar, amma istəmirəm. Çıxma oradan, nə badə, birdən səni tovlayarlar, başını qatarlar ki, gözəl yerdə orada, həyət evi gözəldir, bir samavar. Heç vaxt. Mən həmişə özüm də həyət evində böyümüşəm, göz açmışam. Belə balaca daxmalar olsa da şirin olur həmişə. Kərimovanın bir yemək pişirməyi var. Deyirlər ki, bu xanım mətbəxə girər, bir yemək dolmanı bir gözəl pişirir. Hələ o birisi yeməkləri demirəm. Anadan keçib bu da. Bütün ümumiyyətlə, əslində xanımlar belə olmalıdır. Mətbəxi sevmək lazımdır. 50% pişirə bilmir. Yox, niyə pişirə bilirlər, ay Zaur? Məsələn, kimi? Maşallah. Nazən xanım pişirə bilirmi? Hə, Nazən xanım, Nasbəri xanım, xanım, Mələk xanım, dəqiq bilirəm. Mələk xanım? Hə, Mələk xanım bizi ay Zaurunda vaxtda çöldən yemək aldı, gətirdi. Yox, nə olsun, indi çəkilişdə yardım vaxt olmayıb da. Nətər bir gün qabaq gəlirdik. Yox, canımsan. O xanım kimi əyləşir, onun qulluqçuları var, onun başını fırlanır. Yox, məsələn, indi köməkçi var. Siz də elə olmalısınız. Sən də olmaq dükan vaxtında Kərimova. Yox, mən işdən zövq alıram. Qulluqçu olsun, evdə köməkçi olsun. Yox, mənim mətbəxim özümə aiddir. Düzdür, ağıllı sənsən. Mətbəxlə adama nəsə eləyərlər, ailəsələr, suyva qatarlar, yeməyivə qatarlar. Ha, Bartu, yeməklərdən nə xoşlayırsan, Bartu? Mənimki plovdur. Zar, mən o qədər mətbəxi sevirəm ki, hətta mətbəximi belə qısqanıram. Qısqanırsınız. Heç vaxt. Yəni, təmizlik işlərinə sağ olsunlar, hamı kömək eləyir mən, amma mətbəxdə özüm o çayı dəmləyib, o pür rəngi, xoruz quyruğu
dəmləyib süfrəyə qoymasam o mənim canıma yatmır. Mənim bir dənə dostum var, həyat yoldaşı da dostumdur, özü də Billurə xanım Samir qardaşına. Bunlar evlənəndən bəri bütün gün restoranda idi. Bilmirəm, yığışıb evə. Pişirə bilmirdi xanım. Daha bizim ömrümüz Qızlarınızı əziz analar, öyrəndin, restoranda öyrəndin, keçir. biş düş etməyə. Yəni çöldə bayırı nə qədər yemək olar? Rus demişkən raskotdur. Dəvət edək gözəl qardaşımızı, gözəl bəstəkar və gözəl də artıq müğənniyə başlayıb gözəl nəğmələri təqdim edəcək bu axşam. Gəlir Pərviz Mahmudov. Bugün onun həm də xoş günüdür. Biraz sonra bəyan edəcəyim. Bal bal baldı bu, beni dolmandı bu. Çox xoş Çox sağ olun. gəlmişsən, səfa gətirmişsən Təşəkkür Pərviz. edirəm. Çox sağ olun. Xoş gördük. Bu oğluva həsr olan Bu mahnıdır. mahnını mən öz oğluma həsr eləmişdim. Amma bütün oğul valideynləri olan analara, atalara Oğullar həsr eləmişəm. olanlara həsr olundu. Oğlun neçə yaşı var? Oğlumun 8 yaşı, Qızı? qızımın 10 yaşı. Allah saxlasın. Çox sağ olun. Pərviz neyinirsən, nə var, nə yox? Çox şükür yaxşıyam. Neçənci yayı yaşayırıq? İnşallah 42. 42-dir. Heç vermək olmaz ha. Maşallah. Ad günün mübarək olsun. Təşəkkür Səni edirəm. qəlbdən təbrik Mən sizə edirəm. təşəkkür edirəm ki, Gözəl hər zaman günlər nəsibiniz diqqətlisiniz. olsun. Çox sağ olun. Təşəkkür edirəm. Pərviz, sən hansı bölgədənsən? Mən Bakılıyam. Bakılıyam. Atam gel həmşəri deyirlər də, yəni İrandan gəlir. Ata-ana sağdır? Atam rəhmətə gedib, anam Allah sağ. rəhmət eləsin. Ananız sizlə qalır, ayrı qalır. Anam elə bir yerdə qalırıq da demək olar. Neçə uşaqsınız evdə? Biz 2 qardaşıq. O birisi qardaşın nə işlə məşğuldur? O birisi qardaşımın öz şəxsi biznesi var, belə deyim. Sən deyərsənmi, özün də müğənniyə başlamısan, öyle gələn qonağımıza da o sual verəcəm. Müğənnilərin əksəriyyəti nankördür. Əksəriyyət deyəndə 80%. 80%. Çünki mən özüm, mən belə deyim də, mən artıq 20 ildir bu işlə məşğulam və mənim mahnılarımla sənətə gələn müğənnilər olub. Mən bir Könül xanıma dedim, bax Könül xanım sənətkardır, hər zaman mənim yanımda olub. Bu dil Gözəl açılı var, belə sənətkarlarımız danışmırdı, ay Kərimova. Həmişə mənim yanımda olub, Könül xanım biz çox dərdləşirik. Aha, de. Yox, mən həmişə danışırdım. Yəni, hə. Aha. Belə deyim, yəni amma mənim mahnılarımla belə deyim də, Danışdırırlar da bəs şey. belə 20 il keçib danışmalıyam. Populyar olurlar, amma Pərvizi sonra Belə o diqqətsiz olurlar da. neçə nəfərdir bu siyahında, qara siyahıda? Var da var. 5 nəfər var, adını soruşmayacağım. Məndə bir şey yoxdur. Var, 1-2-3 nəfər var belə Təzə deyim. oldu, yox çoxdan var. Yox, artıq yığılır da belə yavaş-yavaş deyim. Kərimova neçə mahnı vermisiniz? Könül xanımla 4 mahnı işləmişik. Bəli. Bütün Hətta oxuyur. biz buradan çıxıb başqa bir studiya gedəcəyik. İnşallah Könül xanımın gözəl bir mahnı olacaq. Hətta o mahnı bilinən mahnıdır. Mən bir söz deyim. Tanınan Tanınan mahnıdır, bir amma mahnıdır. Kim oxuyur? Amma Yox, deməyəcəm. deməyəcəm. Hətta oxuyacaq biləcəyim də. Yox, indi Bugün yox, hələ. oxumayacaq, yox. Biz onu işləməyə gedəcəyik. İlk burada oxuyacaq, İnşallah. narahat olma. Dəvət edək, həm televiziyada özünü göstərdi, həm radioda təbii ki, neçə illərdir fəaliyyət göstərir. Deyir, mən brendəm. Gəlsin görək, geyimli brend edir, iş yolu o cürə gətirib onu brendliyə çıxardıb. Mənə elə gəlir ki, tərzində də o brendlik var. Brend gəlir, aparıcı Kazım Süphan gəlir. Necəsən Kazım, xoş gəlmisən. Yaxşıyam, axşamınız xeyir olsun. Yaxşıyam. Bir xalça lazım idi, qırmızı xalça. Amma mən brend deməmişəm, mən elə söz deməmişəm. Elə eşitmişəm, deyirlər Yox, brenddir. mən Xumar Qədimovayam. Xumar Qədimova deyir, mən həm trendəm, həm brendəm. Yəni mən elə söz deməmişəm axı yəni. Sən niyə sözü başqasına atırsan mənim Yox, sən efimdə? mənə axı, yox, mən söz atmıram. Mən sənə- Sən axı mənim olmadığım sözü deyirsən ki, sən Eşitmişəm deyirsən deyə ki, brend aparıcıyam mən. Mən elə söz deməmişəm. Sənə yanlış informasiya verir. Yox, olsa deyərəm də, yəni söz deməmişəm axı. Bəlkə geyiminə görə bahalı geyim Sən mənə geyirsən. brend deyirsənsə, o başqa məsələ. Zaur deyirsə, hə, laf Ay, deyirsən, sağ ol. vallahi. Geyimin də brenddir deyəsən, ha? Sən get-gedə cavanlaşırsan, cəmaat belə gedir, amma sən belə gedirsən. Mən nə bilim, bu Ha, yaxşıdır da, Kərimova? pis deyil ki. Cavanlaşır bu. Maşallah. Elə bir ki, Maşallah. 18 yaşında cavan oğlandır. Gözündə yoxdur ki, yox. Sən bu adam özünə baxmalıdır da, yəni. Nə edirsən ki, ay Kazım? Nə bilim, üz, Sən dediyin kimi danışacağam bugün. mən dediyim kimi necə? Sən deyirsən ki, Zahar belə danışsan, reytingdə onsuz da birsən, lap partladarsan. Danışım Kazım. Partlat getsin. Partlat getsin. Qorxusu yox. Mən niyə Partlat oturdun getsin. kirmicə? Sakitcə otur. Danışaq, hə, yaxşı. Yaxşı. Otur. Deməli, mənə təqdim Bugünün eləyir. sabahı da var. Mənə təqdim eləyir. No, görüm ki, nəsə yenə demək istəyir də. Yəni, yenə nəsə demək istəyir. Eşəliyib nəsə tapırıq.
Və dəvət edək, şad xəbər çatdıracaq, o da bugün 8 ailəyə dəyərli həkimimiz Elnurə Mustafayeva gəlir. Xoş gəlib. Nə var, nə yox? Bugün tez gəldiniz. Bayramdır, yəqin iş yoxdur, yoxsa var bir bayram işi? Yollar da açıqdır. Bəli. rahat Biz gəldiniz. işlərimi Bugün 8 erkən ailəni bitirdim. sevindirəcəksiniz. Bir dənə də xəbər indi gəldi. 9 oldu. Bəli. Başlayaq onda, yallah eləyək. 3 nəfəri elə ayaq üstü. Şad xəbərini çatdıraq o ailələrin. Sonra isə nələr olacaq, görəcəksiniz, dəyərli dostlar. Yəqin gözləyirdilər ki, bugün Elnurə xanım çıxış edəcək, Elnurə xanım gələcək və o ailələr də səbirsizliklə gözləyirlər ki, bu bayram günündə bizə şad xəbəri çatdırsın. Amma dostlar, telefonun yanında olun. Evdə siz bilirəm, bu dəqiqə hamı evdədir, həyat yoldaşınız işdən yorğun gəlib, mətbəxə qaçırsınız, ona yemək içmək, amma telefon yanınızda olsun. Çünki birdən zəng olar, o 9 nəfərin içində sizin də adınızı çəkə bilərik. Bugün neçə nəfərdən oldu 9? 13 nəfərdən. Bəli. Amma istəmirlər telefonu götürmək. İstəmirsiniz, biz də şad xəbəri çatdırmayacaq. Nə barədə birdən gedib evdə yığarsınız, Elnurə xanım, yığmayın. Qoy elə qalsınlar, nigaran. Götürürsünüz, götürmürlər. Vaxt gedir, uçur vaxtımız. Amma hələ ki bir ailəni biz sevindirə bilməmişik. 3-cü ailəni də yığaq. Elnur xanım, bu yaxınlarda hansı rayonlara gedəcəksiniz? Bəli. İyul ayında planlaşdırırıq. Aha. Bərdəyə, Aha. Qubaya, Mingəçevirə, Gəncəyə, yenə Masallı, Lənkəran. İstirahət yoxdur. Avqustda yəqin ki. Bizi Hələ kimi. dəqiq deyil, amma... Alo, salam. Hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Doktor Elnurə Mustafayevadır. Bəli, bəli, buyurun. Gözləyirdiniz bugün cavab? Bəli, üzürdünüz. Neçə ildir gözləyirsiniz? 4 il. Daha gözləməyəcəksiniz. Daha gözləmirsiniz, yaxşıdır hər şey. Xeyirli olsun, Ağlayırlar, gülürlər onlar. ağlayırlar. Doktorlarınızdan ötürüm, size kurban olun. Estağfurullah, xeyirli olsun, sağ salamat. Balalarınızdan görelim. Teşekkürler. Neçə yaşınız var? Nasılsın? Neçə yaşınız var? 26 yaş, 4 il nədir ki? Xeyirli olsun, sağ Ha? olun, sağ olun. Sən kövrəldin? Sən də gez oldu, şadım bir ildə oldu. Övladın, yəni. Bir aləndə sevindirək. Bəli, Bartu, nə deyirsən? Buyur. Şad xəbər vermək yaxşıdır. O vaxt muştuluq deyirdilər il arasında. Muştuluğumu ver, falan kəsin oğlu oldu. Hətta muştuluğumu ver. Alo, Alo, salam. tamam. Necəsiz? Doktor Elnurə Mustafayevadır. Çok sağ olun doktor, sizi Şad de. xəbərim var sizə. Ay Allah, Bəli, xeyirli olsun. Təbrik edirəm sizi. çok sağ olun. Çox sevindim adınıza. Çok sağ olun. Xeyirli olsun, sağ olun, Çok sağ sağ olun. olun doktor. Çok sağ olun. 3 istəyirdim, doktor. Yığaq, 3-cüyü də yığaq. 3-cü ailəni də sevindirək. Pasiyent bugün mənim yadıma saldı ki, siz efirdən muştuluq istəmisiniz. Ha, gətiriblər Bugün muştuluq. gəlmişdi. Verəydi də Yox, muştuluğumu. dedi ki, gətirəcəm. Nə, heyvan alıb, yoxsa... Balıq götürəcək. Yayda balıq ilə. Valla elə dedi. Yox, onunla əmələ gəlmir. Yəqin sezonu Hinduşka da yeyənmərik, hinduşkanın da mövsümüdür, nə də qazın. Saxlayın gələn qışa. Hansı bölgə idi? yəqin balıq bölgəsi. Aha. Alo, salam. Tamam, Doktor Elnurə Mustafayevadır. Siz bugün bizim qəbulda olmusunuz. bəli, bəli, Analiz vermişsiniz. bəli. Neçə ildir gözləyirdiniz? 15 yıl. Təbrik edirəm. Xeyirli olsun. Çok sağ olun. Vay vay vay. Xeyirli olsun. Sağ-salamat qucağınıza alasınız. Çok sağ olun. Allah razı olsun. Bundan sonra ancaq sevinç göz yaşları olsun. Çok 15 sağ olun yıl. doktor, çok sağ olun. Xeyirli olsun. Sağ ol canım. Sağ ol. Sağ ol. Əyləşin, doktor. Bir şey soruşum sizdən, elə Kazım yanında. İndiki zamanda o qabaqlar var idi. Uşağı olmayanı boşayırdılar. İndi var mı yenə elə? Rastınıza çıxır, deyir ki, məni boşayacaqlar, qadan alın, başa dönüm həkim. Təəssüflər olsun ki, bəli. Var. Yenə də rastımıza çıxır. Uşaq, Bəli. əsas uşaq da Kərimova.
Bəli, qınamalı deyil də, yəni. Hər şey uşaq Məncə, üzərində qurulur, rəhmətliyin qızı. hə, yəni. Hər şey uşaq üzərində qurulur. Bəli. Yox, deyir, əlbəttə bəli. ki, evin təməlidir. O, ailə onda bütövləşir də zat. Doğrudur, Yəni, doğrudur. necə olur? Elə. Bayaq mən Pərvizə sual verdim, sənə də sual verirəm. Müğənnilərin deyir 88% nankördür. Verin o mikrofon qoy cavab versin orada var. Təkcə müğənni deyil ki. Yox, bu başqa yerə yozma. Biz müğənnidən danışırıq Kazım. Ayrı şeydən danışmırıq. Mən bizə nəyə xoşlanmıram? Bax, məsəl üçün, bugün mən gəlmişəm Zaurun verilişinə. Zaura deyirəm ki, Zaur, sən nə yaxşı aparırsan, sən nə gözəl var. Zaur, mən ən sevdiyim veriliş sənə verir. Səhərsi gün çıxıram o bir verilişə, deyirəm ki, ay filan kəs, ay Təkin, ay nə bilim filan kəs, ay nə bilim o biri Zaur. Mən ən sevdiyim, mən bunu xoşlanmıram. Yəni, başa düşürsən, yəni hərəni özünə görə tərif edin də. Bu baxımdan, yəni nankor, nə bilim, İndi nə qədər neçə ildir sahədəsən? 20 il oldu. 20 il neçə nəfərlə dalaşmısan, düzün deyim. Neçə nəfərlə dalaşmışam. Dalaşsam da həmən barışmışam. Bir hadisə danışım Könül xanımdan. Siz nə? Amma mən sizə bir şey deyim. Bizim Könül xanımdan daha sıx münasibətiniz və doğmalıq münasibətiniz və ondan sonra oldu. Nə üstə dalaşdınız? Maraqlıdır. Sən demirsən ki, Kərimova deyəcək, deyil. Vaxt tapıb verişmə gələ bilmirdi. Gələ bilmirdi, uzanırdı da. Bayaq yazıq düşmənim olsun. Bayaq dedi ki, nə vaxt sən çağır ona görə elə dedi. Mən həm Bayaq dedi ki, Könül xanım efirimə gəlin, dedi ki, baş üstə hava sizə gəlin. elə oldu ki, bir neçə dəfə mən dəvət etdim, gəlmədi, gələ bilmədi, vaxt tapa bilmədi. Telefona cavab verə bilmədim. Nə dedi ki, bunda bu səsi var ki, Mən telefona Kazımı? cavab verə bilmədim, ardıcıl. Ona elə gəlib ki, Mən Kazımın bu üzünü bilirəm, bu üzünü bilmirəm. O üzü də var onun. Dedim, siz məni yola verirsiniz, Könül xanım. O da nə? O da əsəbi vaxtla düşdü. Mən başqasına Siz Cabbar müəllim sakitləşdirdiniz. Siz məni yola verirsiniz, siz məni belə məndə qətiyyən, mən yola vermək nədir? Kərimov yola söz verəndir. yaxşı söz deyil axı. Ya deyərəm ya hə ya yox da. Sonra mən də elə biraz o deyildi Nasirən keyfim. O mən ondan sonra barışdım. Gəl, bugün səni qoymayacam oturmağa. Bu formada 60-90-60 ilə bu cür başqa cürə görünürsünüz. Çox arıqlamışsınız ay Könül xanım. Heç nə qalmayıb, heç nə. Belə də gözəlsiniz. Belə yaxşıdır. Sən o uzun paltarlardan geyinmə. Mən Rühəngiz xanıma arzulayıram ki, özümü inanın ki, həqiqətən zarafat bir yana mən səhnədə müqavimətimi itirirdim. O qədər özümü pis hiss eləyirdim. Uzun paltarda da geyinmə. Mən Rühəngiz xanıma demişəm ki, uzun paltarlar geyinirlər, ondan geyinməyin. Sizə belə yaraşır. Göz nə gözəldir. Qəşəng, hə, çox sağ olun. Siz hər halinizlə gözəlsiniz. Kərimova, oxuyun. Sağ olun. Gözəl bir nəğmə gətirin. Azərbaycan Respublikasının əməkdar artisti Pərviz qardaşımızın bəstəsi və gözəl bir ifanı təqdim etdi. Bəstəsi. Amma qeyd edim ki, bu neçə il olar Pərviz bu yazılıb? 7 il var. Hə, aranjman, sözümüzü istəyirik biraz təzəliyək, amma Yox, heç ehtiyac yox. Gözəldir, süper yazılıb. oxumusuz. Mən keçeyim sponsor olaraq da məlumata, daha sonra rubrikalarımız var, onu təqdim edəcəyik. Bizə vadarlıq edən sponsorlara təşəkkürümüz var. Canım səni sevmək var, hələ ölməmişəm. Yeni ifasını ekskluziv bizdə oxudu. Mahnının adı nə idi, Pərviz? Yeri vardı mahnının adı. Bu tərzdə də mahnılar oxuyursan, ha? Bu tərzdə də oxuyuram. Əslində bu tərzdə mahnılar ancaq özüm oxuyuram. Mən illərdə heç vaxt 6-8-lik mahnı yazmamışdım. Son 2-3 mahnını vurulmuşam da bugün. O da çox qəşəng mahnı. Yəni elə mahnıları belə deyim ki, Kazıma sən şey öyrətməyə, Kazım bütün bilir Kazım bilir, çünki mahnıları. bütün ekskluzivləri Kazım təqdim edir həmişə. İndi nə edirik Bartu? Kazım bəy, zəhmət olmasa səhnəyə keçid edək. Aha, indi Kazımın bütün mahnılardan başı çıxdığını burada biləcəyik. Elə səhnədə durun. Elə burada yanımıza dursun qoyun, ya? Hə, olsun. Aha. Kazım bəy, indi sizə mahnının minusunu veririk. Oxuram. Yox, oxumaq istəyirsiniz, oxuya bilərsiniz. Baxaram da. Aha. Mahnını tapmalısınız adını və kim oxuduğunu deməlisiniz. Verək birinci mahnını. Dünən sizin qonağınız olan Zamiq, sən necə də gözəlsən. Birinci notundan bildin ha mahnını. Sözlər necədir? Sən necə də gözəlsən, bunu sənə hər vaxt tapdı birinci, afərin. Gözlərim deyir. Aha. Ona nə var ki, ona çətindir röya. Ona nə var ki? Murad Arif bəstəsi. Murad Arif bəstəsi, bəli. Sonra? Afərin, ikinci mahnını tapdınız. Dağ üstünə, qar gələr. Kimdir? Əzizim Flora Kərimova.
Bəli, Vahid Əziz, Eldar Mansurov. Bəli. Bravo, düzdür. Faiq Ağayev. Faiq Ağayev deyil. Mənə bax, mənə bax. Azərbaycan, odlar yurdum mənim. Mahnının adı? Sən namusum Azərbaycan. Azərbaycan. Bravo, tapdı. Qəlbimin şəklini çək. Göydə tapır. Aygün Kazımova, bəli. Bu qədər. Təşəkkür edirəm. Super, super. Kazım, gəl səni müğənni kimi də görək efirdə nə vaxtsa. Bir də mən qalmışam da. Ha, vallahi oxu. Aparıcılardan yəni. Məni Xumar Qədimov oxutdurdu, səni də görək kim oxutdurar. Görə kimdən ola bilər duet? Nə bilim. Elə bir fikrim yoxdur. Yəni yalan Maraqlı deməyim. olar amma. Amma belə melomanam da. Yəni musiqini bilirəm, yəni hiss edirəm, özüm üzümə eləyirəm, amma oxumaq niyyətim yoxdur. Kənan xanım, oğlunuz da başlamışdı. Nə oldu? Söndürdünüz onu? Yox, elə deyir. Dediniz, mən varam, neynirsən? O da elə tənbəldir. Amma hazırlaşır, yeni işlər gələcək inşallah. Təzə duet varmı Könül xanımla? Kiminləsə? Yox. Olacaq. Yox. Yox, olacaq, yox, olmayacaq. Mənim o ürəyimdən keçəndə olur. Məsələn, yer gəlmişkən Leyla xanımla, Leylanı mən özüm ürəyimdən gəldi, ona təklif etdim. Aha. Biz o duet oxuduq Leylanla. Çox da qəşəng alındı. Belə, ümumiyyətlə, elə istəyim var ki, içimdə istedadlı gənclərlə hansı xoşuma gəlirsə, belə ifa edirəm. Pərviz, kimlə sən mahnı vermirsən, peşmansan indi ona verdiyin mahnıya görə? Ürəyin doludur, biləm, de gəlsin. Peşman deyəndə ki, bu iş prosesində. Pul vermirsən, niyə peşman olsun qardaş? Yox, peşman olmamışam. Hətta uğur da qazanıb sadəcə. Prosta elə söhbət puldan getmir. Pulu verdi, artıq o mahnı onundur. Yox, o elə bir şey yoxdur. Nətər elə bir Elə şey bir yoxdur? şey yoxdur. Bizdə Azərbaycanda o cürədir. Bizdə Azərbaycanda bir dənə mənə dəxli yoxdur söhbət. Könül xanım isə 5000 pul verirsə mahnı onundur, və salam. bir söz deyim. Pərviz yaddan çıxdı. Yox, üzr istəyirəm, ilk də yaxın vaxtlarda, yəni mahnının ixtiyarı bəstəkardadır. Mən bunu mən 15 ildir Türkiyədə, yəni mesam var, mən oranın üzvüyəm. Mən illərdir bu haqda danışıram. Amma Yəni kim nə istəyir onu, elə amma fikirləş- mənim mahnılarımı eləyə bilmirlər bir sözlə. Hə? Mən səndən mahnı alam. Sən onu mənə nəsə qadağa qoyasan. Mən ümumiyyətlə buradan ifaçılara səslənərək demək istəyirəm ki, icazə verin mahnılarınızı oxusunlar. Ay sağ ol. Mahnılar Narahat oxunaraq. olmayın. Onsuz da o mahnını eşidəndə yenə sizi xatır. Könül Kərimova maşallah bugün demək olar ki, əksər repertuarına Könül də müraciət edirlər. pozdurur. Pozdurmuşsunuz da YouTube-dan. Orada Bir başqa dəfə məsələlər var. Başqa məsələlər Yox, bir var ki, Qətiyyən, yox. Mən sən bilirsən mənim ürəyimi, yəni mənim gözəl ifaçı. Hörmətsizlik eləyəndə. Biraz diqqətsizlik eləyəndə, İlk ifaçısı kimi Yəni, zəng elə, olmaz hörmət axı. olaraq icazə al da. İcazə Və də belə, mənim hörmət. xoşuma gəlməyən Zaur. Yəni mən bunu belə yazmışam. Yəni heç kimin ixtiyarı yoxdur ki, o mahnını gələcək nəsil axı baxır, qulaq Ay, asır, sağ ol. örnək pis örnək olmasın, götürməsin. Yəni mahnını niyə ucuzlaşdırmaq lazımdır Kim ki? oxumuşdu efirlərdən birində? Siz zəng eləmişdiniz. Oldu, keçdi, getdi, amma mənim Yaxşı oxumamışdı ki, ha bildim, adını deməyəcəm. Yaxşı oxumamışdı. Yox, aranjman bərbad idi. Yəni mən küsürəm axı, amma mənim yaxşı ifaçılara mən qurbandır, bütün külliyyatım qurbandır. Yenə deyirəm, hər dəfə deyirəm, Rəvanə xanım oxuyur. Ürəyim açılır, Əmir Aslanova Rəvanə. O qədər gözəl Hansı oxuyur mahnınızı? ki. Elə taparam səni, Allah bu ceyran hara ceyranıdır, nə bilim, çox xoşuma gəlir mənim. Oxusunlar, amma yaxşı oxusunlar deyir. Yox, yaxşı Könül oxusunlar. xanım. Yığaq digər ailələrə də sevindirək. Bir Kazım. Alo. Salam. Bəli. Salam. Necəsiz? İlnura xanım sizsiniz? Bəli, mənəm. Ay. Təbrik edirəm sizi. Ay İlnura xanım nə xoş xəbər. Neçə ildən? Xeyirli olsun. Səsinlə biraz əldə olunub ona görə. Çoxdandır, yoxsa? Neçə il idi sizdə ümumi? 6 50. il ikinci doldurmuş. Aha. Təbrik edirəm. Ümumi neçə il idi sizdə? 15 il. 15 ildir. Bəli. Xeyirli olsun. 6 il nədir? Deməli belə deyək. Aha. Xeyirli olsun. Sağ olun. Yığaq olsun. 9 il sonsuz əziyyət çəkir, övlad sahibi olur müalicələ. Aha. Yenə də bizim Sonra olmur. müalicəmizlə. Hə, sonra 6 il yenə gözləyir, yenə müraciət edir. Bir dəfə olub amma uşağı. Bəli, müalicədən olub yenə də. Bir dənə olub, ikincini 6 ildən sonra yenə də övlada sahib olub. Doktor, olur mu 10 dəfədən sonra ola?
Bəli, çox nadir elə bir xəstələr var. 10 Nadir dəfə. olsa da, bəli, var. Bütün varını, dövlətini satır Bəli, övlada bəli, görə. bəli, bəli. Əməliyyat da, ya da doğrusu müalicə də 3000-dir, yoxsa neçədir bu dəqiqə? Yəni fərqli olur orada. Alo, salam. Hər vaxtınız xeyir. Sağ olun. Siz necəsiz? Sağ olun doktor, çok sağ olun. Bugün yoldaşınız analiz vermişdi. Bəli, bəli. Yanınızdadır mı? Yok, yanımda değil. Deyil. Neçə ildir gözləyirdiniz? Biz 6 ildir gözlüyoruz. Xeyirli olsun. Yaxşıdır cavab. Çok şükür, çok Təbrik sağ olun edirəm. doktor. Çok sağ olun, çok sağ olun, minnettarım. Mənim adımdan təbrik edin yoldaşınızı. Şıx elə Çok sağ sevindim. olun doktor. Elə vasitəçi olmuşsunuz. Həqiqətən də Allah sizin də köməyiniz olsun. Sağ Çok olun minnettarız cümləmizin. sizə də. Sağ olun. Bəlkə də kişinin fikri başqa Bir də imiş. belə bir Deyib ki, Mən sizə alınmasa zəng eləyəcəm. Zəng eləyəcəm. mən sizə. boşayacağım. Amma o, məncə bu ailəyə aid deyil, amma bəzən ailələrdə olur o cürə şeylər, amma ağılsızlıqdır. Mən deyirəm ki, hər şey ailə üzərində deyil. Daha doğrusu övlad üzərində deyil. Elnurə xanım elə bir savab iş görür ki, Çox. Allaha o qədər xoş gedən bir işdir. Allah sizi qorusun, Təşəkkür yaxşı ki edirəm. varsınız. Cümləmizi, sizləri də. Evlad evin çırağıdır. O, nə bilim, bundan ötə sevgi mən tanımıram mən. Alo, Alo, salam. ben de salam, necəsiz? Sağ olun. Siz necəsiz? Sağ olun, yaxşı olasınız. Təbrik edirəm. Xoş xəbərlərinizi aldım. Sizə də Mən vermək xoş istəyirəm xoş xəbərlər. xəbərləri. Bəli, xoşdur. Xeyirli olsun. Bilim narahatçılıq falan yoxdur. Hər şey yaxşıdır. Hər şey yaxşıdır. Ben Bəli. telefonuşa nə vaxt gəlim? Neçə Zəng ildəndir eləyib sən Allah? deyəcəyik Bu heç sizə. vecə olmadı. Neçə ildir? Bir sadi müalicədir. Neçə ildən sonradır? il. Bir ildən Bir il, sonra. bir il. Bir il Tamam. nədir? Bir il. Bir il. Heç Xeyirli olsun. olmasa da 2 Sağ il olun. olar. Sağ olun. Pərviz, qardaş, ad günün mübarək olsun. 42 yaşın mübarək olsun. Gözəl günlər nəsibin olsun. İnşallah o gül balaların bəhrəsini yeyəsən, qardaş. Allah razı olsun. İşıqları söndürək, püfürək. Püfürək. Gəl, qardaş, bura. Ad günündür bugün sənin və bir musiqi də versəz gözəl olardı. Xanımdan bir yerdə bir duet təqdim edin, xahiş edərdik. Qəşəng mahnımız Gəlsin, var. mahnı adını Əslində söyləyin. duet deyil, hə, qəşəng mahnıdır. Duracam axırda. Aha, buyurun. Duracaq, hə, gəlsin mahnı. Gəlsin ifa, oxusun Könül xanım və Pərviz Mahmudov. Verin gəlsin, görək, o da verin. Gecəmiz davam edir, dəyərli dostlar. Ailədə. Yüreğimin katili. Pərviz bəy, Buyurun. özünüzü bəstəkarlıqda daha uğurlu görürsüz, yoxsa müğənnilikdə? Mən əslində ifaçı kimi gəlmişəm sənətə. Təhsilimi də ifaçı kimi almışam. Bir müddət mən kənara çəkilmişdim. O ərəfədə bəstələr bu uşaqlıqdan məndə var idi. Sadəcə belə deyim də, bu daha uğurlu alındı. Yəni Bu daha uğurlu. uğurlu alındı. Bəstələdiyiniz mahnıların çoxsu hit olur. Sonradan fikirləşirsiniz ki, o mahnını elə kaş özüm oxuyardım. Yox, ona heç elə fikirləşməmişəm. Çünki Heç mahnı vaxt. qismət məsələsidir doğrudan da. Niyə? Əslində o da onun uğurudur. Yox, paylaşmaq da gözəldir də. Bəli, Məsələn, bəli. mənə hərdən deyirlər ki, sən çox nahaq indiyə qədər bu mahnıları gərək özün oxuyardın. Amma mənə elə gəlir ki, yox, mən bu mahnıları yazmasaydım indiyə qədər. Yəni bu gün də Pərviz Mahmudov olmasını fikirləşirəm Əslində ki. bəstəkar kimi bir müğənninin həm də özünün musiqiçi olması daha çox onun savadlı olmasına gətirib çıxardır. Yəni mən belə düşünürəm. Yaradıcı. Mahnını bəstələyəndə çoxluğun zövqünü nəzərə alırsınız, yoxsa içinizdən gəldiyi kimi bəstələyirsiniz? Qəti şəkildə. Hal-hazırda baxsaz mən əvvəl kimi mən həmişə ilə belə deyim də ən çox çalışan bəstəkarlardan olmuşam. İlə bunu Kazım yaxşı bilir. Çünki bütün ekskluzivlər ona gedib. İlə 10 mahnı, nə bilim 7 mahnı, 8 mahnı. Amma bu aralar mən mahnı baxsaz çox da yazmıram. Çünki ümumiyyətlə nəinki bayağı musiqidə, ümumiyyətlə estrada musiqisində də çox keyfiyyətsiz musiqilər var. Bu gün özünə müğənni bəstəkar deyən çoxdur. Savadlı musiqiçi kimi o bəstələnən mahnıları bəyənirsiniz. Bəyəndiklərim də var, bəyənmədiklərim də var. Bəyəndikləriniz çoxdur, yoxsa bəyənmədikləriniz?
təəssüf olsun ki, bəyənmədiklərim çoxdur. Hansı müğənnilərə mahnını pul qarşılığında yox, elə belə pay verərsiniz? Könül xanıma, Könül xanımdan Mənə. başqa. Brilliant xanıma, Birini də deyin. birini də deyim, da ağlıma gəlmədi. Elə bəs elə. Çünki ikisi də mənim sənətkarımdır ona görə. Heç olub ki, bəstəkar olsanız da başqasının bəstələdiyi mahnını bəyənib, alıb ifa edəsiniz. Elə şey olmayıb. Bir dəfə də olmuyor. Olmayıb, yox. O vaxtı bəs. Təzə sənətə başlayan başlayanda olub, bəli. Çox sağ olun. Təşəkkür edirəm. Suallar bitti. İndi isə keçək təbriklərə var. Onları təbrik edək, ad günləridir. Görək kimlərin bugün ad günüdür. Pərvizlə bir gündə doğulub. Deyəcəkdim bir yerdə. Elzarə xanımı 36 yaş münasibətli atası Məhəmməd, anası Fazilə, bacısı Məhəmməd, anası Fazilə, bacısı Elruzə, adlar qəribədir. Qardaşları Azik, Müsənnif, Elmi. Nə oldu bugün? Həyat yoldaşı Mehrab, qaynanası Əntiqə, bibisi Maya, qızları Rövzanə, Nuray, oğlu Royal təbrik edir. Ləmanə 17 yaş münasibəti ilə atası Zamin, anası Aynürə, bacıları Fazilə, Ayan, Aydan, Damla, əmləri Emin, Ramin təbrik edir. Təbrik edirik. İlhamı 19 yaş münasibəti ilə nənəsi Pakizə xanım təbrik edir. Atası Zaur təbrik edir, anası Vüsalə, qardaşı İlkin, bacısı Ayan təbrikə qoşulur. Ramal 9 yaş münasibəti ilə babası Allahyar, nənəsi Rəna, atası Elşad, anası Aydan, dayıları Səxavət, Rəşad, bibiləri İlkürə, Sahilə təbrik edir. Təbrik edir İncata 26 yaş münasibəti ilə atası Nəsimi də təbrik edir, anası Vəsilə də, qardaşı Rəşad da, nişanlısı Əsli xanım da təbrikə qoşulur. Əhmədi 29 yaş münasibəti ilə babası Həbib, nənəsi Naibə, anası Rühəngiz, həyat yoldaşı Gülnar, qızı Mehri, həmin Zaur kollektivi təbrik edir. Əhməd, təbrik edirəm, ad günü mübarək olsun. Bizdə işlədi, neçə il bizim prodüser oldu indi maşallah. Kimə əlimi vururam, çəkirəm, hamısı gedir, qəşəng vəzifədə olurlar. Hə? Həmişə elə olur. Həmişə elə olur. Elnurə xanım, Könül xanımla səhərdən pıçıllaşırsın, nə istəyir o sizdən? Yerinə yetirək onun istəyini. Bu özü üçün ağlamaz, onu bunun üçün ağlayar. Deyir, bir nəfər var, adını deməyətdə kimdir? Neçə ildir övladlar olmur? Bir yaxın adam var, bir 5 ildir deyəsən. Deyir, pulunu özüm verəcəm, amma uşaq olsun. Elnura xanım sağ olsun, deyir ki, Dedi mi? məmnuniyyətlə gəlsin, baxarıq belə. Çox sağ olun, valla. O qədər gözəl işdir ki, heç bunun heç Yığaq bir Elnura qiyməti xanım, Könül xanım danışa-danışa. əvəzsizdir. İnşallah. Elə efirdən sizə zəng gelib, sizi təbrik edəcəyəm. Ən çox can atan, ürəklə istəyən sizsiniz. Onlardan olsa heç istəməz. Heç onun vecinə deyil. Tapırıq ki, burada səhərdən fırı-fırlanı tapa bilmirik ki, gəlsin həkimlə biri otursun, söhbət eləsin. Neçə? 3 nəfər qaldı, yoxsa 2 nəfər? 3 nəfər qaldı. Götürün telefonu. Ay Allah, mən olsaydım telefonu qoyardım yanıma o dəqiqə. Bunların heç elə bir ki, olsa da olma xəbər. Amma çatdırmayın efirdən sonra qoyur. Alo, salam, hər vaxtınız xeyir. Salam. Necəsiz? Sağ olun. Doktor Elnura Mustafayevadır. Sağ olun, mən də yaxşıyam. Bəli. Yaxşıdır cavabınız. Təbrik edirəm sizi. Çox sağ olun. Xeyirli olsun. Sanki gözləyirdiniz. Mən yanıb tökülürəm də bunlar bu cürə danışanda. Bir sevinin də, Neçə sevinin. ildən sonraydı? 5. Tamam. Xeyirli olsun. Sağ olun. Az deyil. Az il deyil, təbii ki. Əslində 5 il deyil. Onların bir dənə də övladları olur bizdə. Hə, ona görə, onlar olmaz, Övladın, olmaz. hə, Ona görə. 5 Hə. yaşı var artıq. Elsəvər doktor bizim dəyərli həkimimiz bizə baxır və deyir ki, dostumu təbrik elə Zarmən adından. Təşəkkür edirəm, çox Burada sağ olsun, deyil, Elsəvər. Bodrumda da ailəliklə istirahət edirlər. Deyir, ürəyim oradadır. Mən də salamlayıram, Elsəvər dostumuzdur. Sağ olsun. Mənim də həkimimdir. Qəşəng. Bir gün oturarıq, qeyd edirik. Alo, salam. Hər vaxtınız xeyir. Salam, axşamınız xeyir. Bugün analiz vermişdiniz. Bizdə doktor Elnura Mustafayevadır, sizi narahat edən. Bəli, doktor, Bəli. buyurun. Analizin cavabı yaxşı çıxıb. Xeyirli olsun. Ay, doktor, siz deyirsiniz. Bəli, əlbəttə Elə ki. olmaz. Xeyirli olsun. Çox sağ olun, doktor. Sağ Çox olun, sağ olun. sağ olun, sağ olun. Ay, İnşallah efirdən sonra zəng eləyəcəklər. Yenə də bəli. ətraflı danışarsınız. Nəyə baxsan Kazım, sağda? Nə? Telefon modelinə? Telefon modelinə.
Alo, salam. Salam dostlar, axşamın Axşamınız xeyir. Bugün analiziniz çıxıb. Təbrik edirəm sizi. Yaxşıdır analiziniz. Çox sağ ol, dostlar. Xeyirli olsun. Neçə ildən sonraydı? 15. 15 ildən sonra. Sağ-salamat qucağınıza götürəsiniz. Sağ olun. Doktor, Allah razı olsun. Doktor, ekizdir. Neyiniz? Bir uşaq oldu bəs. Danışın, ekizsə ekiz. Hələ bilinməz zaten. Biraz keçməsi lazım. Ekiz istəyir, görə istəmir. Gör istəyir, istəmir. Sağ olun, sağ olun. Belə şey yoxdur. Biri olubsa bəs siz də ekizin inirsiniz. Ha? Siz də cinsiyyəti soruşursunuz da hər dəfə. Deyirəm, oğlan da qızdır. Nə fərqi var o boyda ildən sonra? O da düz, dayı. O da düzdür. Sən nəyə baxırsan ki? Maraqlı gəldi telefonun modeli. Nətər, sən niyə? Bizim doktorumuzun belə maraqlı gəldi, görüm mən telefonlara marağım var da. Yəni bizim həkim bahalı həkimdir yoxsa necə? Yox, o mənada yox. Telefon özü dizayn maraqlı gəldi. Bilə bilmədim ki, hansı markadır. Azərbaycanda belə gözəl göyçək xanım həkim varmı? Mən necə dedim, yəni Yəni o elə belə telefonda işlətsə elə belə şeydir. Əsas gözü. Başladın ha yenə. Kazım. Acan. Desələr radio yoxsa televiziya, birini tut, birini burax. Hər ikisi. Yalan danışma. Hər ikisi, yox, hər ikisi. Eyni qoldur da. Eyni qoldur. Niyə qol? Birində özün görünür, birində üzün görünür. Yox, hər ikisi. Hər ikisi mənim üçün əzizdir, əziyyətim olub. Yəni indi də var. Yəni hər ikisi, Zaur, hər ikisi. Sən seçim edə bilərsən. Edərəm. Hansı? Hansını seçirsən? Televiziya yoxsa radio? Yaman yerdə axşamlarda. Ay, sağ ol. Könül Kərimovadan gözəl bir nəğmə gəlsin. Ramalın bəstəsi. Pərvizin istəyi ilə Ramal bəstəsi olan Sənə görə. Dünyanı sevirəm. Hər şey sənə görə. Sənə görədir, qardaş. Bu ifadə. Gəlsin. Və superdə təqdimat ifa Könül Kərimovadan. Eşq olsun.